Salam dostlar, Serbiyadan hamını salamlayıram. Bugün sizə Serbiyada ilk taksi işləyən Azərbaycanlı və hal-hazırda da yeganə olan Azərbaycanlı ilə tanış eləmək istəyirəm. Müseyib, xoş gəlmisən. Hoş bulduk kardeş. Sağ olun herkes benden. Nə demək istəyirsən Azərbaycanlı qardaşlara, taksi kimi gəlib işləmək istəyənlərə? Nə lazımdır, gündəlik qazanc barədə zəhmət olmasa bir cavab verək. Gündelik kazanç diyende ki yani aylık fix maaştır, oyla tənzimlənir. Təxminə qədər olur? Təxminən maaşın 1000-dirsə bir 200-300 belə çaya boyun olur. Arada bir xaltura olur. Euro yəni. Əlbəttə 1000 eurodan söhbət gedir. Aha. 1000 eurodur, 200-300 belə bir çaya boyun ola bilər. Neçə saat təxmin Saatları onsuz da bilənlər bilir. Saat olarak 8-12 saat arası. Ha, bu qədərə qazanmaq olur. Bəli, günlərə görə dəyişir. Məsələn, şimdi bugün 5-ci gündür. Bugün 5-dən 6-dan sonra çıxırsan, səhər saat 3-ə 4-ə 5-ə kimi. 4-ə 5-ə kimi belə işləyirsən. Həmçinin 6-cı gün, bazar günü boşluq olur, səhərdə çıxa bilərsən gün ortada. Amma 1-ci gündən 4-cü günə kimi məcbursan ki, səhər-səhər işə çıxasan. Hə. Səhərləri işləyəsən. Amma cümə və şənbə günləri, həftə sonları, yəni daha çox sıxlıq olur. Daha çox sıxlıq olur və əsasən də dediyim kimi 4-dən 5-dən sonra daha səhər saat 4-ə 5-ə və 6-ya kimi. Belə. Yəni biraz yüklənmə çox olur. Dil gəlmək istəyən dil barəsində, yəni hansı dillər tələb olunur? Bilavasitə yəni məcburiyyətdir. Bura gəlib taksi işləmək üçün yəni ingilis dili belə keçərli deyil. Aha. Vaxt var idi, keçərli idi. Mən bura gələndə mən sadəcə rus dilini bilirdim. Neçə ildir burada yaşayırsan? İndi uca 13-cü aydır da. 13-cü ay yəni. Artıq ikinci ilə keçib. Keçib ikinci ilə. 1 il 1 ay. Ha. Belə deyək. Yəni mən gəldim 2 ay kimi burada işlədim. Biraz bunların dillərinə fokuslandım. Sonra başqaları da gəldilər, yəni bizim öz uşaqlarımız. Onlar isə ingilis dilini belə orta bilirdilər, həmçinin rus dilini. Bəziləri rus dilini orta bilirdilər. Bəziləri isə ingilis dilini. Və nəticədə heç bir dil axırda keçərli olmadı. Çox sayılı şikayətlərə görə. Çünki indi ingilis dilini bilən çoxdur, amma hər adam da bilmir. Rus dilini də ki, yaşlı nəsil başa düşür. Cavan nəsil başa düşmür. Müştərilər deyir ki, yəni sırf mənim ölkəmdəsənsə mənim dilimi bilməlisən. Belə bir şeydir yəni. Onu demir, amma ancaq elə olur. Yaşlı nəsil də ingilis dilini bilmir. Sırf öz dilini bilir, başa sala bilmirsən. Nə rus dilində, nə Yəni mənim ölkəmdəsə mənim dilimdə danış da, elə bir şey. Bəli, çox sayılı şikayətlərdən sonra yəni bu da ki bir proqram vasitəsilə işləyirsən. Olur ki, başqa küçədə olur ya lokasiya ortada durur. Sən yolda gözləyirsən, amma halbuki içəri girməlisən. Onu sənə zəng edib izah edə bilmirsən, ona fikri izah edə bilmirsən. Bunun üçün də sevgili lazımdır. Əlbəttə ki, yəni o insan da harasa gecikir. Yəni o dayanıb səni gözləməyəcək. 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə. Yəni elə idi çıxardı transportla gedərdi. Yəni taksi vurub ki tez bazar getsin, işdən çatsın. Sən isə onu dayanırsan, yolda gözləyirsən. Yəni və yaxud da ki yolun bu üzündə gözləyirsən ki 3 kilometr gedib fırlanmayasan. Ha, tamam. Və onda da o da yolu keçmək istəməyəndə problemlər çıxır ortaya. Yəni bunlar da bir-birinə yəni anlata bilmirlər. Yəni əsas bu ölkəyə gəlmək istəyən olsa dil bilməlidir, sevgili. Gələ bilmədiklərinə görə də şikayətlər çox oldu və ondan sonra qərar verdilər ki, yəni taksi fəaliyyətini görən hər bir kəs, hər bir fərd sevgilini bilməlidir. Heç olmasa 1-50%. 50%. Yəni ingilis dilində o zamana kimi də mən uca bir 30-40% bu dili yəni qavramışdım belə deyək. Mənimsəmişdim. Bugünkü gündə hələ də işləyirəm, indi bəlkə də 60-70% bilirəm. Məni yəni şəxsən o bir Azərbaycanlıların hamısını çıxartdılar işdən, məni apardılar. Mən getdim həmin yerdə, ofisdə müdür müavini ilə söhbət elədim, danışdım. Bir müştəri olaraq məndən elə bir ki, sual-cavab apardı. Cavabladım, dedi, bəli, sən işləyə bilərsən. Yəni belə. Çünki mən gəlib ingilis dilinə yox, bunların dilinə fokuslanmışdım. Yəni kimsə də oradan ya internet üzərindən ya və yaxud da ki belə başqa yerlərdən, başqa mənbələrdən serb dilini öyrənə bilərsə bir 30-40% gəlib işləyə bilər. Çox sadə bir imtahandan sonra. Amma belə yəni lisenziya almalısan. Lisenziya almırsan, gələcəksən sənədləri təqdim edəndə sual-cavab edəcəklər yüngül. Hə, başa yəni, bir müştəri kimi salam, necəsiz, buradayam, gələ bilərsinizmi? Müəyyən bir A2 səviyyəsi deyək də, yəni bir A2 səviyyəsi A1 belə yəni yar-yar. Ha. A1 belə yəni keçərli olar.
Amma yəni müəyyən qədər başa düşüb başa sala bilməlisən. Yəni başqa şey yox. Ən azından salamlaşma və taksi sferasına uyğun. Hə. Bəli, bəzi küçələrin adlarını da indi onu gələndən sonra da öyrənə bilər o heç. Lokasiyanı öyrənmək olur. Yəni əsas dil bilməkdir ki, çünki bir 30% serb dili Küçələrin bilməlidir də ki. adını öyrənəndən sonra o ucu bilir ki, yəni harda yerləşir. Bunun binası hardadır, girişi çıxışı hardadır və hardan yaxınlaşmağı daha doğrudur. Yəni belə taksi deyəndə bir də var burada oficial taksilər, hansı ki, yəni nömrələrinin axırı TX ilə qurtarır. Yəni ora ancaq serb vətəndaşı, yəni qəbul olunur. Xarici vətəndaş qəbul olunmur. Heç bir oldu. Amma ki, bu bir növ bolt kimidir də belə deyək. Bizdə Azərbaycanda formalaşan boltdur, yangodur. Onun kimi bir tətbiqdir, onun üzərindən işləyirsən. Və dili müəyyən qədər biləndən sonra gəlib işləyə bilərsən. Yəni elə bir güclü qazancı yoxdur. Yəni burada olar ki, kuryerin qazancı bundan çox olar. Doğru. Stroykanın qazancı bundan çox olar, amma bu səliqəli və ağayana belə bir işdir ki, yəni heç vaxtda problemlə üzləşmirsən. Yolda izlə polis olsun, qayısı olsun, reklamını maşın sürürsən, uzaqdan görəndə bilirlər ki, sən taksi fəaliyyəti görsəksən saxlanırlar. İşlədiyin taksi şirkətinin adı nədir? Kargo şirkətidir. Kargo yəni ayrıca kargo. Maşın çağırır kimi də belə maşın gəlsin kimi. Hə. Yəni, Lap yaxşı. Yəni izləyicilər məndən məlumat istəyir ki, taksidə işləmək istəyirdi. Çox adam işləmək istəyirdilər ki, yəni biz də gəlmək istəyirik, o taksidə işləmək istəyirik. Yəni sırf mən səndən niyə müsahibə aldım? Yəni insanlar gəlsin məlumatlansın ki, yəni çox şirkətlərə inanmasınlar. Yəni o qədər insanlar var aldadılar. Yəni ən azı məlumatlansınlar ki, yəni bu qədər qazanc var, serb dili tələb olunur. Yəni çox adama deyirlər ki, rus dili tələb olunur bəsdir. Amma yəni sən məlumat sağ ol ki, məlumat verirsən ki, yəni serb dili 30-40%, olmasa bir 30% serb dili bilməlisən. İngilis dili də çox keçmir, yəni indi bəzi yerlərdə keçmir də, yəni. Ona görə bura o boyda turistik deyil, burada o boyda yəni İngilis dili tələb olunmur. Bəli, yayda biraz olur turistlərin düşür. Yəni onlarla da ki, belə bir güclü ünsiyyətdə olmursan. Turist oturdu, apardın, çatdırdın. Yəni onlar onsuz da ki, tanınmış yerlərdə onlar o qədər problem yaşamırsan. Yəni belə ara küçələrdir, yəni qıraq yerləridir. Burada əsasən yəni sən gedib serb cəmaatı ilə işləyirsən. Turist onsuz da şəhərin mərkəzində olur, üzüm məlumdur kim var. bəli. Onlarla ünsiyyət qurmağa da o belə ehtiyacın yoxdur. Hər şeydə yəni lap nəqd olsa da proqram üzərindən yazılır qiymətin. Yəni onda da səndə də bilir nə pul verəcək, nə qədər verəcək. Adi bir bolt kimi, yango kimi də Bəli, Azərbaycanda. o heç bir suala cavaba ehtiyac yoxdur. Yəni heç ondan şikayət də belə eləmirlər ki, yəni heç nə tələb eləmir, mən gəlmişəm, mən dilimi bilmirlər. Amma yerli cəmaət tələb edir. Onun Doğru. üzərindən də bu dil bilinməlidir. Qazanc da ki, ortalama dediyimizə görə yəni hardasa 40 avroya gəlir də. Hə, gündəlik. Raskod da ki, hər öz raskodu var. Yemək, kirayə hər an öz. Müəyyən fiks raskodlar var. O başqa, ondan savayı yəni hər an özünə uyğun, öz yaşayışına uyğun raskodu var. Kim ekonomi eləyər qalar. Yəni Azərbaycan pulu ilə deyək ki, daha aydın olsun. Yəni bir balaca da özlərini sıxsalar, hər ay yəni 1000 manat qoya bilərlər kənara. Bu qədər yəni. Raskodların çıxandan sonra 1000 manat. Yəni ondan güclü qazancı yoxdur. Çox sağ ol yenə müsahibəyə görə. Siz də sağ Yəni olun. İnşallah izləyicilər izləyərlər. Allah eləsin, hər birinin köməyi olsun. Amin inşallah. Yəni gəlmək istəyən Kimin insanlar. nə arzusu var, yerinə Ətraflı məlumat verilib hamısında. İnşallah izləyin, yorum yazın. Gözləyirik. Təşəkkür edirəm hamıya. Sağ olun. Sağ olun.